Ey bacı qardaşlarım, hamı öz yerində qalsın və heç yerə dağılmayın. Bilirəm, hava çox istidir və hamı narahatdır. Lakin Peyğəmbərin hamıya deyəcəyi kəlamı var. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə. Hamınızı təqvalı olmağa çağırıram. Məndən sonra heç vaxt yolunuzu azmayasınız deyə sizə bir şey deyimmi? Cəmaat, sizin aranızda çox qiymətli iki əmanət qoyuram. Biri Qur'an, digəri Əhl-i Beytdir. Qur'an və Əhl-i Beyt? Qur'an və Əhl-i Beytdən uzaq düşmək həlak olmaq deməkdir. Allah mənim Mövlamdır. Mən də möminlərin Mövlasıyam. Mən kimin Mövlasıyamsa, bu Əli də onun Mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olanla düşmən ol. İlahi, Əlini sevəni sən də sev, ona düşmən olana sən də düşmən ol. Cəmaat, haqq həmişə Əlinin yanında, Əli də həmişə haqqın tərəfindədir. Allahu Ekber, Allahu Ekber. Mübarək olsun Əli, mübarək olsun Əli, mübarək olsun Əli. Ən mötəbər hədislərdən biridir bu hədis. Bir nəfər gəlir İmam Sadiq əleyhissalamdan soruşur. Diqqət edin, bu hədisə çox qiymətli bir hədisdir bu. Soruşur ki, ağa sizdən bir sualım var. Quran ayəti barədədir mənim sualım. İstəyirəm bu ayəni mənə başa salasınız, şərh eləyəsiniz. Hansı ayə? Ayəni oxuyur. Āmenəhum min fəzəil yevmil əkbər. Onlar böyük günün qorxusundan amandadırlar. Böyük günün qorxusundan amandadırlar. Əvvəl sualım budur ki, böyük gün hansı gündür? Yevmül əkbər. İmam Sadiq buyurur, qiyamət günüdür. Bəs onun qorxusu nədir? İmam buyurur ki, çox qorxuludur qiyamət günü. İnsanlar dayanacaqlarda dayanır, hər nəfəsini soruşurlar. Qazandığı pulu soruşurlar, xərclədiyini soruşurlar, gözün işarəsini soruşurlar, göz vurmağı, hər şeyi soruşurlar. Namazı soruşurlar, orucu soruşurlar. Cəhənnəm bütün məhşəri bürüyür, insanlar cəhənnəm odunun əhatəsində sorğu-sual olunurlar deyə qorxurlar. Qiyamətin qorxusu çox ağırdır. Bəs o kimdir ki, Allah buyurur, onlar qiyamətin bu qorxusundan amandadırlar? Bunu mənə izah elə. Āmenəhum. Onları Allah amanda saxlayıb qiyamətin əzabından. İmam Sadiq buyurur ki, qoy buna mən özüm yox, atam Baqir əleyhissalamdan hədisliyim. O da atası İmam Zeynəl-Abidinlə, İmam Səccad əleyhissalamdan. O atası Hüseyin əleyhissalamdan, o atası Əlidən, o da Peyğəmbərdən bu hədisi nəql edir. Qoy bunu danışım sənə və bu ayəni izah eləyim. Peyğəmbər özü belə izah eləyib, mən də ona uyğun. O hansı hədisdir? Bunu Peyğəmbər dediyim və mənə də atalarım çatdırdı. İzâ kânə yevmul qiyamə nadə munadin min butnanil ərş. Elə ki, qiyamət oldu, bir münadi göylərin batinindən, ərşin uza yerindən nida eləyər, səslənər. Elə ki, insanlar qalxdı qəbirdən. Hamı hazırdır, bir carçı münadi nida eləyər, nida seçər. Ya məşərəl xalaik, ay insanların məhşəri, toplumu. Qəzzu əbsarəkum, gözünüzü aşağı salın.
hamınız gözünüzü salın aşağı. Hətta Təmurra bint Rasulullah ila qəsriha. Peyğəmbər qızı Fatimə gəlir. Hamınız gözünüzü dikün aşağı, salın aşağı. Fatimə gəlir məhşərə ki, getsin cənnətə daxil olsun. Cəmaat gözünü aşağı salar. Peyğəmbər buyurur: "Fətəti Fatimətu ibnəti." Qızım Fatimə gələr. 70.000 cənnət hurisinin əhatəsində gələr. Nurdan hicab eləyərlər, bürüyərlər xanım Zəhran o hicaba, xanım Zəhra daxil olar məhşərə. Fəizə bələğət ilə babi qəsriha. Elə ki cənnətə çatdı, gəldi çatdı düz cənnətin qapısına. Fəvvəcədətil Həsən qaimən. Görər cənnətin qapısında İmam Həsən ağa dayanıb, oğlu İmam Həsən dayanıb. Elə ki gözü sataşdı İmam Həsənə, oğluna, gözü bir başqa adamı da axtarar. Həsənin yanında kim olar? Qardaş İmam Hüseyni. Xanım Zəhra gözü ilə İmam Hüseyni axtarar. Həmşəvlər bir-birinin yanında olublar. Baxar o yan bu yana, Allah göstərər ona, baxar görər bir başsız bədən uzanır. Bir başsız bədən Kərbəlada necə başı kəsilmişdi, Allah əvvəl Hüseyni o şəkildə göstərər, sonra dirildər. Zəhra baxar, görər İmam Hüseyin uzanıb, başı bədənindən ayrı. Xanım Zəhra tanıyar, amma bir qəmli adam görürsən öz yaxınını da görəndə soruşar. Tərəddüddə soruşar, İmam Həsəndən soruşar, ya bu nəyə, mən haza, ay mənim balam, bu kimdir? Fəyəqul əxi, İmam Həsən deyər, ana, bu mənim qardaşım Hüseyndir. İnnə ümmətə əbik qətəluhu və qətəə rə'səhu. Sənin atan Peyğəmbərin ümməti bunu öldürür və onun başını bədənindən ayırır. Bütün Peyğəmbərlər baxır. İslam Peyğəmbəri baxır. Bütün məhşər baxır. O zaman Zəhra ağlamağa başlayar. Zəhra ağlamağa başlayanda məhşər ağlamağa başlayar. Bütün məhşər Peyğəmbərlər xanım Zəhranın səsinə səs verib ağlayarlar. O zaman Allah yetişər Fatimənin dadına. Allahdan xitab gələr. Ay Peyğəmbərin qızı, mən özüm səni gətirdim məhşərə. Mən sənin Hüseyni bu halda gətirdim məhşərə və bunu ona görə elədim ki, sənə baş sağlığı verəm bugün. Allah deyər Fatiməyə, mən sənə oğlum Hüseynin müsibətində bugün baş sağlığı vermək istəyirəm, amma baş sağlığım sözlə olmayacaq ki, deyəm başın sağ olsun, sözlə olmayacaq. Baş sağlığı Aşura günündən indiyəcən saxlamışam. Aşurada sənin oğlun Hüseyin şəhid olandan bu baş sağlığını qiyamətə saxlamışam ki, burada sənə bunu hökm eləyəm. O baş sağlığı nədir? Baş sağlığı budur. Mən, aləmlərin Rəbbi olan Allah, belə qərara gəlmişəm, belə hökm eləmişəm ki, sizə bağlananların, sizi sevənlərin əməl dəftərinə baxmayan, hesabsız cənnətə daxil edir. O adamlar ki, ürəyi sizə yanırdı. O adamlar ki, sizə bağlanıb sizin kimi idilər, sizin kimi yaşayırdılar. O qorxulu səhnələri görməzlər. Onların əməl dəftərini açıb baxmayacaq. Ondan sonra Peyğəmbər buyurur, فَتَدْخُلُ فَاتِمَةُ اِبْنَةِ الْجَنَّةِ وَشِيعَتُهَا. Onda mənim qızım Fatimə cənnətə daxil olar və şiyələri də özü ilə aparar. Və hətta hədisdə Davizə buyurur ki, şiyələri sevənlərə də şəfayət eləyər. Ondan sonra İmam Sadiq deyir, o ki, ayə soruşdum məndən, Āmenəhum min fəzə'il yevmil əkbər, böyük günün qorxusundan amandadılar, o vaxt bu insanlardır. O insanlar ki, Əhl-i Beytin məhəbbəti ilə yaşayırlar. O insanlar Əhl-i Beytin rənginə boyandığı üçün, Əhl-i Beytə bənzədikləri üçün qiyamətin o qorxulu sorğu-suallarından
amandadılar. Allah and içib ki, mən onları sorğu-suala çəkməyə həya eləyirəm. Bir insanın qəlbində Fatimə varsa, bir insanın qəlbində Hüseyin varsa, bir insanın qəlbində Peyğəmbərin və Əlinin adı varsa, mən o adamlardan sorğu-sual aparmayacağam. Bu mənim Allahlığımla bir araya sığmaz. Əsas məsələ budur ki, bu məhəbbəti insan özü ilə ora apara bilər. Apara bilsə, o zaman inşallah nizət tapmış insanlardan olar. Allah bizi əhl-i beytlə yaşadıb, əhl-i beytlə dünyadan aparsın. Allahümmə inna nəsəlikə və nəd'uk ismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm və bixəqqi Fatimə və əbiha və bə'liha və bəniha, ya Allah. Peyğəmbər əleyhissalam, İmam Hüseyin əleyhissalam, onlar vücudlarını bu yolda qurban veriblər. İmam Hüseyin əleyhissalamın bütün mübarizəsi bunun üçündür ki, bizi hidayət eləsin. Zəhra niyə qapı ilə divar arasında qaldı xanım Fatimə Zəhra? Ona görə ki, insanları hidayət eləsin. İnsanlar üçün vücudunu xərclədi. İnsanlar üçün. 1000 ildən artıq vaxt keçib, bugün bu məclis vasitəsilə insanın ürəyi səfa tapır. İndi 3 gündən sonra ruhlarımız görünə, ruhumuzun vəziyyətinə baxın. Nuraniyyət ki, bu məclisdən sonra var, 3 gün bundan qabaq o nuraniyyət bizim ürəyimizdə yoxdur. Xanım Zəhra özü bəhanəni yaratdı ki, amma bəhanə böyük bəhanə idi. Öz döyülməsi, öz vurulması, qapı ilə divar arasında qalması, öz məzlumiyyətini özünü fəda elədi ki, biz onun eşqinə gələk və ürəyimiz islah olsun bu məclislərdə. Yəni, vücudunu hidayət yolunda xərclədi. Bunu niyyət elədi həmin gün. Bu günə qədər insanların hidayətini niyyət elədi. Gecə gündüz Həzrəti Zəhra ağlayırdı. Siz heç soruşursunuz niyə ağlayırdı? Xanım Zəhranı ağladan nə idi? Xanım Zəhranı ağladan bu idi ki, dözmürdü cəmaatın azmasına. Cəmaata ürək yanıb ağlayırdı Həzrət Zəhra. Görürdü necə bir dəstə oyunbaz adam insanları haqdan azdırır. Zəhranın ürəyi buna yanırdı ki, xanım Zəhranın nalə səsi Mədinəni bürümüşdü. O qədər ağlayırdı ki, əleyhissalam dedi, ev tikin, Beytül Əhzam, Bəqinin içində, orada kölgədə otursun, ağlasın. Peyğəmbər şəhərində. Və o adamlar üçün ki, ağlayırdı Həzrəti Zəhra, qəmi onlar üçün idi. O adamlar gəldilər, Əliyə dedilər ki, Zəhraya denən ya gündüz ağlasın, ya gecə ağlasın. Faziyyəyə bax, bunun dərdinə ağlayır, bunun dərdinə yanır. Bu insanlar gəlib deyir ki, Əli, Fatimiyə denən ya gecə ağlasın, ya gündüz. Bizim bütün günü onun ağlamaq səsini eşitməyə halımız yoxdur. Onda day cavab verdi ki, Əlican, onlara denən az qalıb, biraz da dözsünlər, day mənim səsim gəlmir. Çox az qalıb. Artıq bir gündür ki, Mədinədə Fatimənin nalə səsləri eşidilmir. Fatimənin nalə səsləri kəsildi Mədinə şəhərindən. Fatimə ümmətin hidayətin yolunda qurban oldu. Canını bu yolda fəda elədi. Şam kimi əridi. Çünki dözə bilmirdi insanların azmağına, yoldan çıxmağına. Əleyhissalam 7 nəfərlə Zəhranı dəfn edirdi. Bu gecə ki, biz gəlmişik Zəhranın yasına, xanım Zəhranın əzadarıyıq, İmam Zaman ağaya baş sağlığı verməyə. Bunu bilək ki, bizim Mövlamız 7 nəfərlə apardı Zəhranı dəfn elədi. Cənazəni evdən çıxardanda gördü ki, Zeynəb balaca qız idi. Əlini ürəyinin başına qoyub qaça-qaça gəlir cənazənin dalıyla. Ana, gecələr insanlar evlərinə gələr, mənzilinə gələr. Bu gecə qaranlığında hara gedirsən? Qal bu gecəni bizi ilə, gündüz barı düş yola. Gecə vaxtı balalar bu qoyub hara gedirsən? 7 nəfərlə Əli apardı Bəqidə Zəhranı dəfn eləməyə. Salman deyir, gördüm Nicarandı yanımdakılara, dedim ki, çəkilər bir tərəfə. Gördüm, əyildi, üzüm qoydu Zəhranın cənazəsinə, elə yana-yana ağladı ki, ərşi ağlatdı, göyləri ağlatdı.
Ondan sonra deyir Zəhranı dəfn elədi, torpaqdan əlini çəkən kimi üzün döndərdi Peyğəmbər qəbrinə. Dedi, ya Rəsulallah, qızından xəbər alarsan bu ümmət səndən sonra bizdən necə davrandı? Qızın bir-bir başımıza gələnləri sənə xəbər verər. Ondan sonra o məzlum Əli qayıtdı evə, gördü ki, Zəhranın yetim balaları hərəsi oturub otağın bir küncündə ana vay deyib ağlayırlar. Bir-bir o uşaqları sakitləşdirdi, aram elədi. Səhər açıldı, İmam Həsənlə İmam Hüseynə dedi ki, durun qapıları açın, bəlkə analı Zəhranın yasına gələn olar. Deyirlər, İmam Həsən bir tərəfdə, İmam Hüseyn bir tərəfdə, əleyhissalam qapı ağzında durdu. Axşama qədər gözlədilər, bir nəfər Zəhra yasına gələn olmadı, Peyğəmbər qızının yasına. Ondan sonra dedi, qapını bağlayın, gəlin özümüz ağlayaq Zəhraya. Zəhra belə qərib dünyadan köçdü. Salman deyir, mən Əlini çox qərib gördüm, ürəyim yanırdı. Elə ürəyim yanırdı Əlinin vəziyyətinə. Bir gün deyir, dedim ki, gedib Bəqidə oturub doyuncan ağlayacam Əliyə. Gözlədim, axşam düşdü, getdim, öz ürəyimdə qəhər boğub məni, ağlamağımı saxlamışam ki, şəhərdən çıxım, uzadan ağlayım. Deyir, getdim, özümü güclə Bəqiyə çatdırdım, oturdum bir daşın üstündə ki, ağlayam, birdən gördüm, bir yandan ya Zəhra səsi gəlir. Gördüm, ağlamaq səsi gəlir. Deyir, sönüb baxanda gördüm o məzlum Əli oturub dizlərim qucaqlayıb, Zəhra deyib ağlayır. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil. Analarımız bizdən qaçan gün xanım Zəhra bizə tərəf gələcək. Anamız Zəhra, çünki deyirlər Zəhra onu sevənlərin anasıdır. Anamız Zəhra bizə tərəf gələcək, bizə nicat verməyə gələcək. Ən həssas məqamıdır qiyamətin. Xanım Zəhra 70.000 mələyin əhatəsində məhşərə daxil olacaq. Ay insanlar, gözünüzü aşağı salın, Peyğəmbər qızı Fatimə gəlir. İnsanlar ixtiyarsız gözünü aşağı salacaqlar. Zəhra gələcək, Hüseynin qanlı köynəyi əlində tutub. Deyirlər, Zəhra elə yanıqlı ağlayacaq balası Hüseynə. Məhşərin hamısı ağlayacaq, Peyğəmbərlər ağlayacaq. Zəhranın səsinə səs verəcəklər. Birdən deyəcəklər, daxil ol cənnətə. Xanım gedəcək, bax belə yazırlar, arxaya baxa-baxa, arxaya baxa-baxa. İstəyirəm, biləsiz kimin məclisində oturmuşuq, özü dəvət eləyib bizi. Balası İmam Zaman ağa dəvət eləyib. Gəlmişik İmam Zaman ağaya başsağlığı verək. Ana rəhmətə getsə, dünyasını dəyişsə, oğul həmişə qapıda dayanar. Gələnlərdən başsağlığı qəbul eləyər. Daxil ol cənnətə, buyurur, arxaya baxacaq. Zəhra Allahdan nida gəlir, niyə daxil olmuşsan? İstəyirəm, məhşər əhli məni tanısın bugün. Nə istəyirsən, dinən verin. Ərz eləyər ilahi, bizi sevənlər, mənim əzadarlarım, Hüseynimi sevənlər getməsə getmək istəmirəm, darıxaram cənnətdə olarsınız. Neçə dənə nida var qiyamətdə. Biri də budur, eynə Fatimiyyun, hanı Fatimilər? Əyyam-ı Fatimiyyə saxlayanlar, Fatimiyə göz yaşı tökənlər.
gələr bir insanların içindən seçər aparar özüylə. Bu gecələrdə xanım Zəhra ölüm yatağındadır, şəhadət yatağındadır. Mən keçən ildə bunu demişəm. Əhl-i Beyt danışır bu sözü. Deyir, gördüm ki, Zeynəb danışır, İmam Hüseyin danışır. Hamısı yığılıb anasının yatağının kənarına. Can verən adamının başının üstə yaxın adamları olar. Deyir, gördüm anamız can verir, birdən əlini duaya qaldırdı. Zəhranın son duasıdır bu. Əlini qaldırdı duaya, dedi, ilahi səni and verirəm salih bəndələr və peyğəmbərlərə. Səni and verirəm, bu iki yetim balam ki məndən sonra qalır, Həsənlə Hüseyin, məndən sonra axıtdıqları göz yaşlarına. Səni and verirəm, bu iki yetim uşağın göz yaşlarına, bizi sevənləri bağışla. Axır saatında Həzrət Zəhra bizi dua elədi, dünyadan köçdü. Bizim bağışlanmağımızı istədi, dünyadan köçdü. Bu gecə cümə gecəsidir, dua qəbul olan gecədir. Mən Allah'a and verirəm Həzrət Zəhranın o qəbul olan duasının hörmətinə. Amma o elə bir dua idi ki, Zeynəbin ürəyin parçaladı. Allah o duanı qəbul elədi. Amma Zeynəbin ürəyi parçalandı. Zeynəb deyir, bəlkə elə bu gecə idi, bilmirəm. Bir anam Zəhra, dedi, qızım, gəl, bütün qardaşlarımı məni çağırdı, dedi, gəl mən dua eləyim, sən də amin denəm. Deyir, atam Əli də bizlərin qucaqlayıb, o məzlum Əli oturub otağın bir küncündə. Deyir, mən dedim ki, anam yəqin şəfa istəyəcək. Elə sevindim ki, anam heç xəstələnəndən dua eləməyib, yəqin şəfa istəyəcək. Deyir, yandı üzü qibliyə, əlini qaldırdı göyə. Əlini qaldırdı göyə, dedi, ilahi səni and verirəm bu məzlum Əlinin haqqına. Bu məzlum Əlinin göz yaşlarına. Day öldür Fatiməni. Day taqətim yoxdur qalmağa. Zeynəb deyir, anam elə dua elədi, mən amin deyənmədim. Axı mən gözlədim, anam şəfa istəyər. Amma gördüm, anam ölüm istəyir özünə. Allah Zəhranın bu duasını qəbul elədi. Axır saatları idi, Mədinə xanımları dedi ki, xanım nə qulluğum var, dedi, əlimdən tutun, aparın məni atam Peyğəmbərin qəbrinə. Mədinəni ziyarət edənlər görüb, xanım Zəhranın evindən Peyğəmbər qəbrinə neçə addım yolu var? 15-20 addım. 18 yaşda cavan xanım nə vəziyyətdə idi ki, bu yolu özü gedə bilmirdi. Bir qolundan tutdu, neçə addım attı, oturdu, dedi, mən taqətim yoxdur getməyə. Oturdu, deyir, Zəhra ucadan ağladı. Elə ağladı, ürəyimiz parçalandı. Elə ki, gəldi, atası Peyğəmbərin qəbrini gördü, özün saldı atasının qəbrinin üstünə. Dedi, ata, ya Rəsulallah, yorulmuşam dünyadan. Allahdan sən istə ki, day aparsın Zəhranı, sənin yanına gəlmək istəyirəm. Canım Zəhra, Zəhra canım Zəhra, Zəhra canım Zəhra, canım Zəhra. Gülzarım Zəhra, havadarım Zəhra, məni qoyma tənha, Əli bir kəsdir. Gözümü sust etmə, əlimdən cəz etmə, dönüb bağırım bana, ürəyimə Zəhra canım Zəhra, Zəhra canım Zəhra, Zəhra canım Zəhra, canım Zəhra canım. Zəhra canım Zəhra, Zəhra canım Zəhra, Zəhra canım Zəhra, canım Zəhra.
Əli əleyhissalam gəldi, o ki deyir başını dizinin üstünə aldı, xanım Zəhranın başına. Baxdı Əli əleyhissalama, vəsiyyətlərində dedi, qəssilni fillayl, məni gecə qusl elə. Və kəffinni fillayl, məni gecə kəfən elə. Və dəffinni fillayl, məni gecə dəfn elə. Gizlin dəfn elə. Niyə xanım Zəhra deyirdi, məni gizlin dəfn elə? Həzrət Zəhra ölümü ilə də onlarla mübarizə aparırdı ki, hamıya bugün aydın olsun ki, niyə Peyğəmbər qızının qəbri bilinmir? Həzrət Zəhra etirazını bütün tarixə yazmaq üçün hətta vəfatı ilə də onlarla mübarizə aparır. Hamı bilsin ki, axı müsəlmanı dəfn eləyəndə müstəhəb də hamı iştirak eləsin. Əzəmətli olsun dəfni. Niyə Peyğəmbərin gözünün ağı qarası bir qızı var, onu dəfn eləyəndə müsəlmanlardan heç kəs yoxdur və qaranlıqda dəfn olunub 7 nəfərinə. Bəs Peyğəmbərin ümməti harada idi? Və bugün də bu qəbrin gizli qalması bir sualdır ki, o sualın cavabı xanım Zəhranın etirazıdır. Bugün vəziyyəti bilmək istəyən soruşasan, hanı xanım Fatimə Zəhranın qəbri deyəcəklər gizlidir. Nəyə görə gizlidir, nəyə görəni getsə, araşdırsa biləcək ki, haqq kimləndir. Görün, Həzrət Zəhranın tarixdə mübarizəsinin əhəmiyyəti nə qədər mühümdür. Gecənin qaranlığı idi. Xanım Zəhra dünyadan köçdü və heç kəs yox idi Həzrət Zəhranın evinə gələ Əli əleyhissalama başsağlığı verdi. Əli əleyhissalam İmam Hüseyn ağanı göndərdi Salmanın evinə. Dedi, get Salmanı çağır gəlsin. Salman çox yaşlı idi və onu da döymüşdülər küçədə. Həzrət Zəhranı müdafiə eləmişdi, onu da döymüşdülər və neçə gün xəstə yatmışdı evində. Salman deyir, gördüm qapı döyüldü, qapını açdım, gördüm Hüseyn dedi yanı. Gecə vaxtı. Soruşdum, bu gecə vaxtında mənim evimə gəlməyimin səbəbi nədir? Deyim, bu sözü soruşanda gördüm Hüseyn əlini qoydu ürəyimin üstünə, dedi, əmi gəl gedək bizə, anam öldü, anam dünyadan getdi. Deyim, mən gəldim tələsə-tələsə, daxil oldum Əlinin evinə. Harda görmüsünüz bir cavan ana dünyadan keçə, körpə uşaqlar su gətirə ona qusul versinlər. Ana dünyadan keçəndə deyərlər uşaqları cənazədən uzaq eləyin. Deyim, mən gördüm Əli qusul verir Fatimiyə, Həsənlə Hüseyn su gətirirlər. Mən deyir, oturdum, bilmədim Zəhranın müsibətinə ağlayam, ya Əlinin məzlumiyyətinə. Bilmədim hansına ağlayam. Əli əleyhissalam deyir ki, uşaqlarına göstəriş vermiş ki, yavaş ağlayın, sakit ağlayın, səsinizi eşidən olmasın. Deyir, mən gördüm uşaqlar paltarlarının ətəyini ağızlarına qoymuşdular ki, uzadan ağlamasınlar. Əli qusul verir, onlar su gətirir, Zeynəb də bir küncdə dayanıb paltarlarının ətəyini ağzına qoyublar ki, ağlamaq səsləri uzalmasın. Əli ki, tez-tez çıxıb tapşırır, yavaş ağlayın. Salman deyir, bir də gördüm, Əlinin özünün ucadan ağlamaq səsi gəldi. Əsma deyir, mən soruşdum, ya əmir əl-müminin, Zəhranın məzlumiyyətinə, müsibətinə ağlayırsan? Dedi, yeri var Zəhranın müsibətinə ağlayam, amma onun bədənində bu göyərən yerləri mən görməmişdim. La havla və la quvvətə illa billah əl-aliyyil azim, alə lənətullah aləl-qavmiz zalimin. Xanım Zəhra bugündən elə qəmlər ona üz gətirdi ki, vəfat eləyənə qədər, şəhid olduğu günə qədər Xanım Zəhranın üzünü gülən görən olmadı. Gəlirdi Peyğəmbərin qəbrinin kənarında, nalə eləyirdi, ağlayırdı. Deyirdi, ya Rəsulallah, qalx gör bizlə necə davrandılar. Qalx gör, sənin vəsiyi necə qolu bağlı məscidə apardılar.
Dünən də dedin, şikayət eləyirdi. Deyirdi, ya Rasulallah, qalx bu ümmətə dinən ki, Zəhranı vurursunuzsa vurun, heç olmasa Əlinin gözünün qabağında vurmaqdır. Axı Əli xəcalət çəkir. Mən hər dəfə evə daxil olanda görürdüm necə xəcalətdən başını aşağı salır. Onda mənə dəyən zərbələrin ağrısı yadımdan çıxırdı. Bugün elə yaxşı olar Zəhranın müsibətini yad eləyək. Çünki Zəhranın müsibəti elə müsibətdir ki, həm Peyğəmbər, həm İmam Həsən, həm İmam Rıza hamısı bu müsibətdə ağlayıblar. Peyğəmbər bu müsibət baş verməmişdən ağlayıb. Dünyadan köçəndə hey Zəhraya baxıb ağlayırdı. Deyirdi, qızım, elə bil görürəm necə sənə zülm eləyirlər. Necə bu ümmət sənin evdə hücum çəkib, sənə o zülmü eləyirlər. Əli əleyhissalam bir boğazımda sümük, gözümdə tikan vəziyyətində qaldı. O sümüyü çıxarda bilmirdim, uda da bilmirdim. Mənim vəziyyətim bu 23 il ərzində belə idi. Heç bir kəs xanım Zəhra kimi olmayıb ki, 3 imam xanım Zəhraya qusul verir. Hələ bir kəs olmayıb ki, 3 imam qusul verə ona. O xanım Fatimə Zəhra idi. Harda görsənib ki, ana ölə, körpə uşaqlar su gətirə, atası qusul verər. Deyərlər cənazəsindən uzaq saxlayıb, amma Əlinin adamı yox idi ki, ona kömək eləyər. 3 imam xanım Zəhraya qusul verirdi. Bədənini çıxartdı, Həzrəti Əli həyətdə qoydu. Deyəblər, sən necə gücü çatdı cənazəni tək götürdü. İmam Sadiq əleyhissalam buyurur ki, xanım anam Zəhra qəm-qüssədən o qədər arıqlamışdı ki, ancaq dəri ilə sümük qalmışdı, da başqa bir şey yox idi. Əli qucağına aldı, apardı, qusul verilən yerə. Çağırdı oğul Həsən, Hüseyin, gəlin anamız Zəhraya qusul verək, siz su gətirir, mən də qusul verim. Əli qusul verir, onlar da su gətirirlər. Dedi, amma bir xahişim var sizdən. Anavıza qusul verən vaxtı uzadan ağlamayın. Çünki anavız Zəhra vəsiyyət edir ki, razı deyirəm mənim şəhadətimdən kimsə xəbər tutsun. Məni gecə xəbərsiz dəfn edər. Xahiş edirəm uzadan ağlamayın. Əli xahiş elədi İmam Həsəndən, İmam Hüseyndən. Amma özü xanım Zəhraya qusul verəndə birdən gördülər, suyu qoydu kənara, başını divara sökədi, başladı uzadan ağlamağa. Dedi, Zəhra, heç bu göyərən yerləri mən belə görməmişdir sənin bədənində. Heç mən bilməmişdim ki, sənin bədənin o qamçılardan bu dərəcəyə, bu həddə gəlib çatır. Ondan sonra İmam Həsənlə İmam Hüseynin də ağlamaq səsi uzandı. Siz təsəvvür eləyin Əlinin vəziyyətin. Bir uşaqları qucağına alıb sakitləşdirir. Onu sakitləşdirəndə o biri uşaq qaçır, özünü atır anasının cənazəsinin üstünə. Təzdən İmam Hüseyni tutub saxlayanda xanım Zeynəb özünü salır cənazənin üstünə. Əli gecənin qaranlığında xanım Zəhranı dəfn elədi. Ondan sonra üst tutdu Peyğəmbər qəbrinə. Salam olsun sənə məndən və yanında dəfn olunan quzundan, ya Rəsulallah, mənə olunan zülümləri Fatimədən sorur. Fatimə xəbər verər ki, səndən sonra Əliyə necə zülümlər elədilər. Çox gözəldir. Aşura günü hamı gəlir Allah evinə və əza saxlayır. Və bugün heç kəsə haqqımız yoxdur qınıyaq, hansısa bir acı söz deyək. Çünki bunlar hamısı İmam Hüseynin əzadarıdır. Ona görə gözün üstə qaşın var demək olmaz bunlara. Amma eyni zamanda bunu da xatırlatmaq istəyirəm bir kiçik qardaş kimi ki, yaddan çıxartmayın ki, o Hüseyin ki gəlmişsiniz, ona sinə vurub ağlayasınız, əza saxlayasınız. O Hüseyin
qan içində namaz qıldı. Döyüş meydanında namazını tərk eləmədi. Hüseynə sadiq qalmaq istəyirsənsə, Hüseynə doğrusu, həqiqi dostsansa, onun birinci əlaməti budur ki, namaz qılasan, Allaha səcdə eləyəsən, Allaha ibadət eləyəsən. Namaz Hüseynin mübarizəsinin əsas istiqaməti idi. İmam Hüseyn əleyhissalam dini dəyərlər üçün mübarizəyə qalxdı. Son məqamda gedir qadınlarla vidalaşmağa, vidalaşanda Zeynəbə deyir, özü bəlaya hazır elə, bəla və müsibətlərə hazır ol. Və xanımlara deyir, bilin, Allah, innəllaha hafizukum və hamikum. Allah sizi qoruyacaq və sizi himayə eləyəcək. Sizin düşmənləriniz müxtəlif bəlalara düçar olacaqlar. Baxmayın, onlar indi qüdrət sahibidir. Onlar zəlil olacaqlar, siz əziz olacaqsınız. Onların adı batacaq, Allah sizə müxtəlif neymətlər verəcək. Sanki İmam Hüseyn o vaxt bugünkü günü görürdü, sanki bu məclisləri görürdü. Yezidin adı batacaq, amma 1400 il yox, 1000 illər nə qədər müddət keçəcək, hər il məni yad eləyəcək insanlar. Və təkcə sinə vurub ağlamaqla yox, mənim məktəbimdən dərs almaqla, təkcə ağlamaqla yox, həm də məni tanımaqla, dünya o zaman düzələcək ki, mən neçə gün dedim, Aşura günü yenə də təkrar edirəm, dünya İmam Hüseyni tanıyan gün bəlalardan çıxaracaq. Dünya İmam Hüseyni tanımadığına görə növbə-növ bəlalara düçar olur. İmam Hüseyn əleyhissalam arxayındır, möhkəmdir və bilir ki, düzdür bugün Yezid onu öldürür, bugün qüdrət silah onların əlindədir. Bilir ki, qanı ilə onların taxtını lərzəyə gətirib, onların sarayını başlarına uçurdacaq və doğrudan da belə olur. 1400 il keçib, cəmaət hər gün su içəndə, bu məclislərdə bir ilahi Yezidə lənət elə və İmam Hüseyn əleyhissalamın adı gələndə oğlu ölən ana kimi insanlar ona göz yaşı tökür. Bu Hüseynin Yezidə və Yezid kimlərə qələbəsidir. Bu Hüseyn təfəkkürünün Yezid təfəkkürünə qələbəsidir və Aşura bu təfəkkürün diri qalması üçündür. Hüseynin əzası, Hüseynin məktəbinin yaşaması üçündür. İmam Hüseyn özü də belə idi, onun vəfalı səhabələri də belə idi. Bir misal deyim, sözümü çox uzatmayacağım. Müslim İbn Ovsəcə dünyasını dəyişir İmam Hüseyn səhabəsidir. Həbib də başqa bir səhabədir, gəlir Müslümün başının üstünə. Baxır Müslümə deyir ki, sənin ölümün mənim üçün çox çətindir, amma şəhid olub cənnətə getdiyinə görə səni təbrik edirəm. Mübarək olsun sənə, sən indi cənnətə Peyğəmbərin yanına gedirsən. Buna baş sağlığı yox, təbrik düşür. Müslümə bu sözü deyir, ondan sonra Müslüm də zəif səslə deyir ki, Allah səni də sevindirsin. O Müslüm ki, yaralı düşüb qalıb indi can verəcək, deyir, Allah səni də sevindirsin. Ondan sonra Həbib deyir ki, Müslim, mənim yəqinim olmasaydı ki, mən də səndən sonra şəhid olacam, deyərdim mənə vəsiyyət elə, vəsiyyətə əməl eləyim. Amma mən vəsiyyətə əməl eləyə bilməyəcəm. Çünki səndən sonra mən də şəhid olacam. Bunu deyəndə, deyirlər, Müslim zəif səslə, gözü ilə işarə eləyir İmam Hüseynə, deyir, sənə bir vəsiyyətim var, o ağanı qoruyasan. Nə badə, can sənin bədənində ola, Hüseynə bir ziyan yetişə. Onda Allaha nə cavab verərsən? Sənə Hüseyni qorumağı vəsiyyət eləyirəm. Sənə bunu vəsiyyət eləyirəm ki, canını Hüseynin yolunda qurban verəsən. Hüseynin məktəbi, onun tələbələri bizə izzət dərsi öyrədir, bizə şərəf dərsi öyrədir. Bu gənclər bugün o insanları özünə nümunə kimi seçsələr, o zaman bu millətə heç bir zaval yoxdur. Bu millət Kərbəla məktəbini, Aşura məktəbini tanısa, o zaman bu millət qalibdir və mütləq qələbəyə çatacaq. Heç şübhəsiz ki, qələbəyə çatacaq. İmam Hüseyn bu qətiyyətlə mübarizəyə qalxdı və atdan yerə düşəndə bir nəfər deyir, gəldim, gördüm, onun son məqamıdır. Dodaqları quruyub, rəngi solub, qan gedir damarlarından, yaralarından.
Gördüm yenə bunun dodağı tərpənir, amma səsini eşidə bilmirəm, səsi o qədər zəifdir. Mən başımı aşağı saldım, görəm bu axır məqamında nə deyir, Hüseynin axır anlarından danışıram. Deyir, görüm Hüseyn nə deyəcəyindi, əyləndə qulaq asanda gördüm yavaş-yavaş deyir, İlahi, rizən bi qəzaik və təslimən li əmrik. La mə'budə sivak, ya qiyasəl müstəqisin. Deyir, ilahi, səndən gələn hər şeyə razıyam. Sənin bütün əmrlərə təsliməm. Hüseynin səndən başqa heç bir pənahı yoxdur. Hüseynin səndən başqa heç bir köməyi yoxdur. Hüseynin mübarizəsinə məna verən, Hüseynin mübarizəsini yaşadan bu rizən bir qəzai kəlməsidir. İmam Hüseynin mübarizəsinin və həyatının, ölümünün, hər nəfəsinin Allah üçün olmasıdır. İmam Hüseyndən ixlas dərsi öyrənirik və mənəviyyat dərsi öyrənirik. Sözümü tamamlamaq istəyirəm, amma müsibət günüdür. Ən ağır müsibət bəşəriyyətə bugün üz tutur, üz verir və istəyirəm İmam Hüseyn əleyhissalamın axır anlarından deyəm sizə və inşallah buradan nalələr uzalsın, Allah bu səsləri çatdırsın inşallah Kərbəlaya. Allah qismət eləyə, gedək İmam Hüseynin qəbri kənarında, Kərbəlada ona göz yaşı tökək, ağlayaq, yaxından dayanaq zərihinin qabağında, deyək, Əssəlamu aleykə ya Əba Əbdillah və aləl ərvahəlləti həllət bifinaik. İmam Hüseyn əleyhissalam məhərrəmdə gəlir, hamımızın əlimizdən tutur, bir addım bizi aparır. Qiyamətdə Allah bizdən soruşacaq, aparacaq biz İmam Hüseynin huzuruna. Deyəcək, bunun vasitəsi ilə mən sizə mənəvi təmizlənmə bəxş elədim. Bəs niyə bu yolu davam eləmədiniz? Siz nə istəyirdiniz? Sizin təmizlənmək üçün hər ay bir dənə qurban gətirməliydim qurbancaha. Sizin təmizlənmək üçün gərək hər ayda bir dənə Fatimənin balası öldürülməliydi ki, siz islah olasınız. Bu bir ayı, bu 10 günü ki, sən Hüseyn vasitəsi ilə təmizlənirsən, onu davam elə ilin o birisi vaxtlarında. Ən azı hər gün üzü qibləyə otur, dinəm, Əssəlamu aleykə ya Əba Abdullah. Bunu davam elə gələn ilə qədər. Bu mənəvi halı özündə yarad, öz daxilində yarad. İmam Hüseyn əleyhissalamın möcüzəsi bundadır ki, gəlir bizim əlimizdən tutur, bir anın içində elə bir dərəcəyə çatdırır ki, biz mən dairəsindən çıxırıq. Biz axırı yoruluruq, nə qədər olar səhərdən axşamacan mənim ailəm, mənim cibim, mənim maşınım, mənim evim, şəxsi qayğılar, bir anın içində biz bura gəlirik, unuduruq bunun hamısını. Yəni, İslam nəyə deyir? İslam elə bunu deyir ki, özü unut. İnsan özünü unutsa, məndən xaric olsa, həm fərdi baxımdan Allaha qovuşar, həm ictimai baxımdan cəmiyyətdə işlər düzələr. Bizim bir millət olaraq bugünkü gündə ən əsas problemimiz bundadır ki, bizim hər birimiz daha çox özümüzü düşünürük. İmam Hüseyn əzası bunu bizə unutturur. İnsanın qəlbi səfalı olur bu ayda. İnsanın ürəyi təmizlənir bu ayda. Elə fikirləşməyin ki, mən ağlamağı təbliğ edirəm, yəni bu baxımdan ki, bəzi insanlar var, deyir, nə istəyirsən elə, Hüseynə ağla, günahın bağışlanar, sonra get, nə istəyirsən elə. Bu yanlış təfəkkürdür. Bu göz yaşı birinci addımdır. Əgər bu göz yaşından sonra təmizlənmə davam eləməsə, mən neçə adamlar görmüşəm ki, bir zaman oturub İmam Hüseynə elə ağlayıb, göz yaşı töküb, indi elə bir vəziyyətdədir ki, danışdırmışam, görmüşəm ki, İmam Hüseyn əleyhissalamı düşmən bilir özünə. O bugünkü gündə şəxsən onun şahidi olmuşam. Məhərrəm bunun üçündür ki, insana ilk təkanı versin. Hər il 10 gün İmam Hüseyn əleyhissalam Allah gör nə qədər bizi çox istəyir ki, nə qədər bizə məhəbbəti var ki, bizim təkamülümüz üçün ən əziz bəndəsini gətirdi, Kərbəlada doğradı. Ən əziz bəndəsi qurban getdi, onun ən əziz insanları şəhid oldu, onun qızlarının o qədər başına müsibət gəldi ki, onların hamısını qəbul elədi. O vasitə ilə bir illik yolu bu 10 gündə bizə bir anın içində aparır. Amma dalını özümüz gərək aparar. Dalını özümüz gedək. Bu gözəl bir qəmdir, əziyyətsiz qəm.
Qəm çək təmizdən, əziyyəti İmam Hüseynin olsun, ləzzəti sənin. Belə çıxırda nəticə verir. Sənə ki bir şey eləməyiblər. Səni ki vurmurlar. Sən qəm çəkirsən, qüssə çəkirsən, təmizlənirsən, islah olursan, ləzzət alırsan bu gözyaşından, əzadarlıqdan, əziyyət İmam Hüseyin əleyhissalam. O deyir, mən buna razıyam. Sizin islah olmağınız üçün kəş mənim uşaqlarımı döysünlər, mən buna razıyam. Siz əmin-amanlıqda yaşayın. Siz rahat olun. Amma mənim şəhid olmağımdan siz islah olun. Siz bu göz yaşları vasitə olsun ki, siz kamilləşəsiniz. Əməl baxımından mənə yaxınlaşasınız. İmam Hüseynin əzəməti bilirsiniz nədir? Bax, bundadır İmam Hüseynin əzəməti. İmam Hüseyin razı oldu ki, bütün nizələr, oxlar hamısı mənim sinəmə batsın. Amma məndən sonra qiyamətə qədər mənim hadisəm vasitəsi ilə, mənə göz yaşı axıtmağı vasitəsi ilə insanlar islah olsun, təmizlənsin. Görün nə qədər mehriban insandır. Görün nə qədər əzəmətli insandır bu. Çünki onun cəddi peyğəmbər idi. Dişini sındıranları doyulurdu. O qədər vurmuşdular Peyğəmbəri Taifdə ki, deyir, bilmədi əynindəki köynək qırmızıdır yoxsa ağ qanın rəngindən. O qədər Peyğəmbəri vurmuşdular. Xanım Xədicə ilə əleyhissalam Mədinəni deyir, gəzirdi, Məkkəni dolanırdıq ki, Peyğəmbəri tapaq. Getdi bir daşın üstündə tapdıq. Əli ilə qanını saxlayır ki, qorxuram mənim qanım torpağa tökülər, Allah qəzəblənər bu ümmətə. Görün nə qədər rəhmətdir. Deyir, ilahi, mənə daş vuranlara əzab vermə. İmam Hüseyin əleyhissalam barədə yazırlar ki, Aşuranın gecəsində gördü ki, od qalıyıb, nəsə yandırır. Dedi, ağa, neynirsən, nə işdən məşğulsun? Görün, nə cavab verdi. Dedi ki, küfəllər ki, mənə məktub yazmışdı, 18 min, məni dəvət eləmişdi. Həmin o küfəllər ki, indi o düşmən qoşununda hazırlaşırlar İmam Hüseyini şəhid eləsinlər. Deyir, onların hamısının adı bu məktublarda var, yandırıram ki, İbn Ziyadın əlinə düşməsin, onlara əziyyət verər. Həmin o satqınlar ki, onu dəvət edib, axırda silahı ona qarşı çevirmişdilər, həmin o satqınların adının İbn Ziyadın əlinə düşməməsinin narahatlığını çəkir bu gecə. Sabahda bunlar bunu öldürəcək. Bəlkə də insan buna inanmaz oxumasa. Bunları belə tanıyasaq. Bunlar insanlıq üçün fəda olurlar. İnsanlıq üçün. Həm o zamanın insanlarının, həm də bugün sənin dərdində olurlar. Eybi yox, qoy mənim Rüqəyyəm döyülsün. Qoy mənim Əli Əsqərim oxlansın. Qoy mənim ən yaxın adamlarım şəhid olsun. Məndən sonrakılara əziyyət mənim. Amma otursunlar, qüssələnsinlər, qüssə vasitəsi ilə paklansınlar, təmizlənsinlər. Qüssə onların olsun, amma təmiz, gözəl bir qüssə. Adamı düzəldən bir qəm. Əziyyət mənim. Əlbəttə bu məclisdə yəqin adamlar tapılar ki, mənim bu sözümdən xoşu gəlməsin. Niyə? Onlar deyərlər ki, bu nə sözdür sən danışırsan? Biz məgər İmam Hüseyin ağaya mənfəət gözü ilə baxırıq. Burada o layiqli adamlardan var ki, dua edirlər, ya leytəna kunna mə'ək, kəş səninlə olardıq ya Abdullah. Sənin yanında şəhid olardıq. Kəş o qul var idi, sənin başına dolanırdı, biri vardı Kərbəlada. Görürlər, ağa hara gedir, düşür dalıycan. Qaçır dalıycan. Baxırdı, nizə hayandan gəlir, özünü o tərəfə atırdı ki, İmam Hüseynə dəyməsin. Bəlkə bu məclisdə də belə insanlar var ki, biz mənfəət üçün gəlməmişik, Hüseyndən istifadə eləyək, təmizlənək. Biz razıyıq ki, onun yanında olaq kaş, o oxlar bizim ürəyimizə batsın. Amma İmam Hüseynə bir şey olmasın. Amma məsələ bundadır ki, bu ağlamaq bizi təmizləyir, bizi insanlıq yoluna hidayət edir. Bu ağlamaq vasitəsilə biz bütün şəxsi kinlərdən, şəxsi mənəmçilikdən azad oluruq. O göz ki, İmam Hüseynə ağlayır, onun hidayəti mümkündür. O insanın hidayəti mümkündür. İnsanlıq dərsi verir bu ağlamaq bizə. Biz ki eşidirik İmam Hüseyin ağa Qasimi meydana yola saldı, arxasıyla ağladı. İnsan var onun ürəyində şövq yaranır ki, kəş bir gün İmam Zaman ağa da məni döyüşə yola salsın, arxamca ağlasın.
təmizlənmə düşünmür. Deyir, mənə də qismət olsun, Qasım kimi meydana gedim, ağa gəlsin mənim başımın üstünə göz yaşı töksün. Çünki bunlar belə olublar. Təkcə qohumları deyərsən, Qasım qardaşı oğludur ona görə yox. Həbibi ibn Məzahirin başının üstünə gəldi, dedi, xoş sənin halına. Ondan sonra dedi, ilahi, sən görürsən ha, ona görə bu müsibət asandı mənə. Yoxsa dözə bilməzdim Həbibi ibn Məzahirin şəhid olmasına. Onlar öz əshabına belə mehribandır və bu məclisdə iştirak edən möminlər belə bir arzu ilə yaşayır ki, kaş biz də bir gün Əhl-i Beytin yolunda doğranaq, öldürülək İmam Zaman dövründə. Ağa bizim başımızın üstünə gəlsin. Malik şəhid olanda əleyhissalam çıxdı minbərə, dedi, belim sındı mənim bugün. Dedi, bütün ağlayanlar Malikə ağlasın. Mərsiyə oxuyanlar Malikə mərsiyə oxusun. Amma mən deyirəm, ya əmir-əl-müminin, gələrdim Kərbəlaya, görərdim neçə dənə Maliki atdan yerə salıb tikə-tikə doğradılar. Bu müsibət insanı islah eləyir. Bu müsibət elə bir təsir qoyur ki, necə ki qədimdə deyirlər, iksir var, dəmirə vurursan qızıla çevirir. Bu göz yaşı pastı qəlbi təmizləyir, ən ali dərəcələrə çatdırır. Amma biz İmam Hüseyni bunun üçün istəməyək ki, o bizi təmizləyir. Biz İmam Hüseyin ağanı elə onun özü üçün istəyək. Elə onun özü üçün istəyək İmam Hüseyin ağanı. Mən eşitmişəm, adamlar var, deyir, Aşura gecəsidir. Bu hadisəni o qədər yaxın bildim özümə. Aşura gecəsidir indiki zamanın adamlarından. Deyir, oturdum, birdən bilmədim, ixtiyarsız əlimi duaya qaldırdım. İlahi, nə olar sabah İmam Hüseyni öldürməsinlər. Axı, bu baş verən işdə, bu 1400 il bundan qabaq baş verib. Bu hadisə o qədər təzədir insan üçün. O qədər təzədir, bu tarixi bir hadisədir, kimsə kimisə öldürür. O qədər mən özümü orada hiss eləyirəm, o meydanda hiss eləyirəm ki, duam belə olur ki, kaş sabah İmam Hüseyni öldürməsinlər. Bu haləti insan özündə əldə eləyə bilər. İmam Hüseyin əleyhissalam Quran-ı Kərimi asıqladı. Amma biri var yazı yazasan, kitab yazasan, biri var qanunla Quranı asıqlayasan. Quran ayələrinə baxın, sonra baxın Kərbəlaya. Minəl mü'mininə ricalun sədəqu ma'ahədullah. Müminlərdən elələri var, öz əhdlərinə vəfa elədilər. Allah yolunda canlarından keçdilər. Elələri də var, intizardadılar. İnnəllâhe iştərâ minəl mü'minin ənfusəhum və əmvələhum bi ənnə ləhumul cənnə. Allah buyurur ki, Allah müminlərdən canlarını və mallarını alar cənnət qiymətinə. O mücahidlər canlarını Allaha ərmağan elədilər. O mücahidlər bütün varlıqlarından haqqın yolunda keçdilər. İmam Hüseyin əleyhissalam göstərdi ki, bu məktəb necə insanlar yetişdirir? Kərbəla şəhidlərinin timsalında. Kərbəla şəhidləri vəfalılıq, müqavimət rəmzidirlər. Kərbəla şəhidləri mərhəmət rəmzidirlər. Bugün İslamı zorakılıqda ittiham edənlər gəlsin görsün ki, müsəlman ümməti zorakılığa məruz qalmış adama əza saxlayır, zorakılıq eləyən adama yox. İmam Hüseyin əleyhissalama qarşı zorakılıq edilib, İmam Hüseyin əleyhissalama qarşı vəhşilik edilib və bura gələnlər də əslində bura gəlməkləri ilə zorakılıq və vəhşiliyə etiraz edirlər. Vəhşilikdən narahat olduğunu bildirirlər. Bu İslam ümmətinin mədəniyyətinin göstəricisidir. İslam ümməti 1000 ildir vəhşiliyə və zorakılığa etiraz edir. Bu cür dinin ardıcıllarını zorakılıqda ittiham eləmək nə dərəcədə məntiqlidir? İslam mərhəmət dinidir və İmam Hüseyin mərhəmət timsalıdır. İmam Hüseyin o şəxsdir ki, bugün Aşura günü öz qatillərini dua edirdi. Öz qatillərinin hidayəti üçün çalışırdı. İmam Hüseyin tək meydanda qalanda tək. Siz diqqət edin ki, nəyi var əlindən alıblar. Ona o qədər zülm eləyiblər, övladların şəhid eləyiblər, qardaşlarını öldürüblər.
ən yaxın dostlarım şəhid eləyiblər. Meydanda tək qalanda yenə də üzün kitdi Yezid qoşununa. Dedi, nə qədər qanım tökülməyib, tövbə elə söz hamımızı halal eləyirəm. Yəni Əbəlfəzlin qanından da keçirəm. Yəni Əli Əkbərin qanından da keçirəm. Əli Əsqərin qanından da keçirəm. Gör, bu necə böyük mərhəmətdir. İndi əgər tövbə elə söz mən qiyamətdə şikayət eləməyəcəm ki, bunlar mənim balalarımı öldürdülər. Bunu bilirsiniz nə zaman dedi? Meydanda tək qalanda. Görün, nə böyük bir mərhəmət nümunəsidir. Tarixin hansı dönəmində belə şey görünür? Bir kişinin hər şeyini əlindən alasan, bizə bir nəfər bir dənə pislik eləyəndə heç vaxt yadımızdan çıxarda bilmirik. Amma o qədər müsibətdən sonra, o qədər sinəsinə dağ çəkilir, deyir, əgər tövbə eləsəz, hamımızı halal eləyirəm. Bizim İmam Hüseynimiz insaniyyət uğrunda, bəşəriyyət uğrunda varlığından keçdi. Kərbəla hadisəsi olmasaydı, bəşəriyyət məhv olacaqdı. Buna tam əmin olun. Kərbəla hadisəsində İmam Hüseyn qanı axmasaydı, bugün dəyərdən əsər əlamət yox idi. Nəinki namaz qalmayacaqdı, insaniyyət qalmayacaqdı. Bugün dünyada insaniyyət adına nəsə qalıbsa, bütün bəşəriyyət İmam Hüseynə borcludur. Bunu biz bu dünyada başa düşməsək də, qiyamətdə başa düşəcəyik. İmam Hüseyn bəşəriyyətin üzünə elə bir saadət qapısı açdı ki, heç zaman bağlanmayacaq. İmam Hüseyn öz şəhadəti ilə. İmam Hüseyn Şam kimidir. Şam əriyir ki, başqalarına xidmət eləsin, başqalarına nur bəxş eləsin. İmam Hüseyn əridir ki, bugünə qədər zülmətlərə nur satsın. Bugün bütün görən insanlar onun nuru sayəsində görürlər. Şəhidlərin qiyməti bundadır. Və bugün şəhidlər günüdür. Bugün dünyanın hər yerində haqq uğrunda, vətən torpaq uğrunda canından keçən şəhidlər varsa, onların anım mərasimidir. Bugün Seyyid-i Şühədanın anım günüdür. Seyyid-i Şühədanı yad eləmək üçün. Seyyid-i Şühədan nə deməkdir? Yəni, şəhidlərin ağası, şəhidlərin sərvəri. İmam Hüseyn bütün şəhidlərin sərvəridir. Şəhidliyin simvoludur, şəhidliyin rəmzidir. Bugün haqqın batılə qələbə saldığı gündür. Bugün kiçik bir dəstə öz qanları ilə qılınclara qalib gəldilər. Bugün qanın qılınca qələbə saldığı gündür. Onlar istəyirdilər İmam Hüseynin adını aradan aparsınlar. Onlar istəyirdilər İmam Hüseynin ideyasını, fikrini, yaşatdığı dəyərləri aradan aparsınlar. Amma bugün baxın, onların adı nifrətlə yad olunur. Hüseynin məhəbbəti ürəklərdə yaşayır. Məyər bu Hüseynin qələbəsidir? Bu İmam Hüseyn əleyhissalamın qələbəsidir. İmam Hüseyn əleyhissalamın qələbəsi bundadır ki, onu qətlə yetirən insanlar bütün qüdrətlərinə baxmayaraq aradan getdilər. Onların nifrətlə yad olması səbəbi də elə İmam Hüseyndir. Onlar nifrəti də İmam Hüseynə görə qazandılar. Tarixdə Yezidin adı pis mənada çəkilirsə, ona görə də İmam Hüseynə borcludur. Yoxsa onun kimlərin adı çoxdan yadlardan silinmişdir. Hətta nifrət olunur, ona lənət oxunursa, bu da İmam Hüseynin sayəsindədir. İmam Hüseyn həqiqi mənada öz düşmənlərinə qələbə çaldı. Və bugün 21-ci əsrdə yaşayırıq. Bugün dünya İmam Hüseynin ideallarını, dəyərlərini yavaş-yavaş indi başa düşməkdədir. İmam Hüseyn əleyhissalam namaz uğrunda canından keçdi. Onun qabağında diyanı sürü əşhədu ənnəkə qəd əqəmtəs-səlah. Şəhadət verirəm, sən namazı diriltdin. Və atəytəz zəka, sən zəkatı diriltdin. Sən həcci diriltdin. Sən İslamı diriltdin. İmam Hüseyn əleyhissalam olmasaydı, bugün namaz diri qalmazdı. Bugün İmam Hüseyn əzadarı gərək namaz qılan olsun. İmam Hüseyn əzadarı gərək namazlarına diqqət eləsin. Namazı diqqətlə qılsın. Namaz insanı Allaha yaxınlaşdıran ən böyük vasitələrdən biridir. Və İmam Hüseyn bugünün zöhründə inşallah yad eləyərik İmam Hüseynin axırıncı namazını. İmam ox nizə yağışı altında öz namazını qıldı. Və bu ilə sübut elədi ki, mən dünya üçün yox, namaz üçün, din üçün, mənəviyyat üçün, bəşəriyyət üçün və insanlıq üçün bu mübarizəni başlamışam. İmam Hüseyn əleyhissalam bütün dini dəyərləri yaşadıb bizim əlimizə əmanət verdi. Bugün Aşura günüdür, əzadarlıq günüdür. Amma yaxşı olar ki, əzadarlığı təfəkkürlə eləyək.
düşüncə ilə eləyək. İmam Hüseyni tanıyıb ona ağlayaq. Düzdür, tanımasan onsuz da ağlamaq olmur. Amma mərifətimiz daha da artıq olsun İmam Hüseyin əleyhissalama. İmam Hüseynə bənzəməyə çalışaq. Ancaq sinəmizə vurub, göz yaşı töküb, amma heç bir dərs almasaq, bu çox pis olar, ziyanımıza olar. Əxlaqımız İmam Hüseynin əxlaqına oxşasın. Mənəviyyatımız İmam Hüseynin mənəviyyatına oxşasın. İmam Hüseyin əleyhissalamın bütün dəyərlərini özümüzdə yaşadaq, öz vücudumuzda yaşadaq. Onda bu göz yaşının çox qiyməti var. Bir damcı göz yaşı axıtsa insan, hədislərdə var, dəryalarla günahları bağışlanır. Bugün hamı paç olacaq buradan qaydanda. Bugün buradan gedəndə hamımız anadan doğulmuş uşaq kimi olacaq. Saf, təmiz və çalışaq bu mənəviyyatı qoruyaq. Çalışaq bu mənəviyyat bizim əlimizdən çıxmasın. Kimin Aşura günü hədisdə var, qəm günü olsa, kimin Aşura günü matəm günü olsa, Peyğəmbər buyurur, qiyamət günü onun bayram günü olar. Qiyamət günü o şadlıq içində, sevinç içində olar. İmam Hüseyin əleyhissalam bütün Kərbəla şəhidlərinin başını dizinin üstünə aldı. Şəhidlərin hamısını canı çıxmamışdan gəldi, ziyarət elədi. Onlar gözlərini açdılar, başları üstündə İmam Hüseyni gördülər. Və aram qəlblə bu dünyadan köçdülər. Amma bunu bilin, sizə söz verirəm. Aşura günü İmam Hüseyin minbərindən söz verirəm ki, bu təkcə şəhidlərə yox, inşallah sizlərə də aiddir. Siz İmam Hüseynin əzadarları da can verən vaxtda, bu dünyanı tərk eləyən vaxtda o gün hamımızı gözləyir. Hərdən bizim yadımızdan çıxır, amma Quran buyurur, kullu nəfsin zaiqətul maut. Bütün insanlar ölümü dadacaq. Ölüm günü hamı üçün var. Qaçmalı yer yoxdur. Ölümdən qaça bilməyib heç kəs. Bir halda ki, Peyğəmbər dünyadan köçdü, deməli, heç kəs qalmayacaq. Hamı dünyadan köçəcək və bu qətidir. Amma sizə mən müjdə verirəm ki, bunu indidən bilin və gözləyin. Gözünüz qapıda qalsın, gözləyin. Allaha deyin, ilahi, ağam başımın üstə gəlməsə, canımı tapşırmaram. İlahi, xahiş edirəm səndən, İmam Hüseyin əleyhissalam ölüm anında mənim də başımın üstünə gəlsin və inanın ki, inşallah gələcək. Onlar cavabsız qoymazlar. Sən onların yolunda bu addımları atırsan, onlar da sənə lazım olan ağır məqamda öz mübarək qədəmləri ilə gələcəklər başınızın üstünə. İmam Hüseyin gələcək, ölüm mələyinə tövsiyə eləyəcək. Deyəcək ki, bu mənim əzadarım olur. Bu mənim məhərrəmimdə əyninə qara geyinir. Bu mənə əza saxlayır. Bu məni sevən adam olur. Bu Kərbəlanı yaşadan insan olur. Bundan mehriban davran. Bir kəs üçün ki, İmam Hüseyin əleyhissalam ölüm mələyinə müraciət eləyə, ölüm mələyi deyəcək, ağa arxain ol. Onunla elə davranacam, ana balasına necə mehribandır, onunla elə mehriban olacam. Müjdə olsun sizlərə ki, siz bu saadət yolundasınız. Allah sizi seçib, bu dəyəri sizə qismət eləyib və axır anımızda da İnşallah İmam Hüseyin başımızın üstünə gələr və qiyamət günündə də anası Fatimə-i Zəhra bizə şəfaət eləyəcək. Hüseynin köynəyi Zəhra əlində. Şəhriyar yazıb bunu. Hüseynin köynəyi Zəhra əlində. Çəkər qiha qiyamət, məhşər ağlar. Hüseynə yerlər ağlar, göylər ağlar. Bətulo, Murtəza, Peyğəmbər ağlar. Atanda hərmələ, ox Kərbəladə, görəydin düşmən ağlar, ləşkər ağlar. Kör olmuş gözlərin, qan tutdu şümrün. Kör olmuş gözlərin, qan tutdu şümrün. Ki görsün öz əlində xəncər ağlar. Hüseynə yerlər ağlar, göylər ağlar. Zəhra məhşərə gələndə İmam Hüseynin qanlı köynəyi əlində məhşərə gələcək. Deyəcək, Zəhracan daxil ol cənnətə. Xanım başını aşağı salacaq. İlahi, Hüseynimi görməsəm getmərəm. Hicablar çəkiləcək. Xanım baxacaq məhşərən qəlbinə. Buyurur, Allah Hüseynin başı bədənindən ayrılmış halda o surətdə Zəhraya göstərəcək. Zəhra Hüseynini belə vəziyyətdə görəndə, qiyamət günündə nalə çəkəcək, göz yaşı tökəcək. Zəhra ağlayacaq, Peyğəmbərlər onun səsinə səs verəcək.
Bu əzadarlıq bilirsiniz nə qədər qiymətlidir? Allah qiyamətdə əza məclisi quracaq. Məhşər çölündə, məhşər səhrasında. Və ondan sonra deyəcəklər, Zəhracan, daxil ol cənnətə. Yenə xanım başını aşağı salıb arxaya baxacaq. Deyəcəklər, Zəhra, istəyin nədir? Deyəcək, Hüseynimin əzadarları getməsə cənnətə, getmək istəmirəm. O adamlar ki, Aşura günləri, Məhərrəm günlərində mənim oğluma əza saxlayıblar, onlar getməsə getmərəm. Allah icazə verəcək xanım Zəhraya. Deyəcək, get, ses onların içindən Hüseynin əzadarları. Və Hüseynin əzadarları bilirsiniz necə tanınacaq qiyamətdə? Üzlərindəki nurdan tanınacaq. Baxanda biləcəksə bu İmam Hüseynin əzadarı olur. Allah onları üzünün nurundan tanıtdıracaq və Peyğəmbər gör nə deyir. Mən neçə dəfə bu hədisi demişəm, bunu deyim, İmam Hüseynin müsibətini zikr eləyək. Peyğəmbər deyir ki, özü buyurur gəzəcəm məhşəri. Bunu Əşrəfil Ənbiya, insanların ən fəzilətlisi, ən dəyərlisi deyir. Gəzəcəm məhşəri qiyamət günündə.